Herkese salam. Bugün hədəfin 9-cu sinif buraxılış imtahanı suallarını sizlər üçün izah edəcəm. Gəlin başlayaq 5-ci sualdan. Gördüyümüz kimi short text sualıdır. The music club will take new members this month. Meetings are every Wednesday after lessons. Students who like singing or playing instruments can join. Bizə burada vaxt olaraq nə verilibdir? Hər üçüncü gün. Deyir ki, musiqi klubu bu ay yeni üzvlər götürəcək, yəni qəbul edəcək. Will take. Və iclaslar, yəni görüşlər hər çərşənbə günü dərslərdən sonra baş verəcək. Buna diqqət. Burada nə qeyd olunubdur? After. Və oxumağı, musiqi aləti çalmağı sevən hər bir şagird tələbə qoşula bilər. Mətnə görə bizə nə istəyir? Correct cavabı istəyir. Deməli, gəlin nəzər yetirək. Bizdən istəyir correct. Adı deyir ki, meetings are held at the weekends. Weekends səbt. Çünki hər çərşənbə günüdür. Weekends, amma Saturday, Sunday'dir. Yəni şənbə, bazar günü. Only singers can apply. Sadəcə müğənnilər. Xeyr, deyir ki, oxumağı və mahnı oxumağı və musiqi alət çalmağı sevənlər. B də getdi. C-də nə deyir? Yeni üzvlər bu ay qəbul olunacaq. Bəli, düzgün cavabımız deməli olacaq B. Daha doğrusu C. Bu ay qəbul olunacaq. Deyir nə səhvdir? Cancelled deyir. Deyir də bizim üçün deyir ki, cancelled, yəni ləğv olunacaq. Amma ləğv olunacaq demir axı. Hər üçüncü gündür deyir. Yerdə isə deyir ki, must pay. Pul ödəməlidirlər. Burada elə bir informasiya yoxdur. Deməli, cavab oldu C variantı. Yeni üzvlər bu ay qəbul olunacaq. 6. Salam Cavidan, mən bugün voleybol məşq edə bilmirəm. Mənim əmim ağrıyır və mən əmim yox, üzüdü sayın. Topuğum ağrıyır, topuğum ağrıyır. Müəllimlər də çalışır bəzən, eybi yoxdur. İstirahət etməyə ehtiyacım var. Zəhmət olmazsa indi koça, yəni məşqçiyə, baş məşqçiyə bildir. Şeyla. Bəli, Şeyla belə yazıbdır. Deməli, mən bir daha qeyd etmək istəyirəm. Gəlin nəzər salaq. Buradan deməli keçim mən qeydlərə. İndi burada sizin üçün qeyd edəcəm. Əgər məktub varsa, birinci ad göstərir. Məktub yazılan şəxs. İkinci ad göstərir. İkinci. Yəni son ad. Məktubu yazan şəxs. Gəlin baxaq indi növbətiyə. Deməli, haradaydı bizim PDF-imiz? Bəli, buradaydı. Deməli, məktubu yazan kimdir? Şeyla. Bu yazandı. Cavidan yazılandı. Mən Cavidanı yazmışam. Aha. Mətin nə haqqındadır? Cavidan won't attend the lessons. Cavidan iştirak etməyəcək. Baxın, mən Cavidana yazmışam. Yəni Şeyla yazıbdı bunu. Bu da Şeyla öz problemini, dərdini, fikrini deyir. Cavidanlıq bir şey yoxdur. X. B-də Şeylaya qoşula bilmir. Bəli, elə doğru cavabımız olacaq bu. Nə deyir? Mən qoşula bilmirəm. Yazan Şeyladır. Coach, yəni məşqçi cədvəli dəyişdi. Elə bir informasiya yoxdur. Deyir, mən qoşula bilmirəm, sən bu məlumatı məşqçiyə de. Məşq ləğv olubdur, xeyr, yoxdur. Şeyliyə unudubdur, koça deməyə xeyr, unutmuyubdur. Deyir ki, yəni sən mənim yerimə de. İndi baxaq 7-yə. The School Photography Club will organize a trip to the mountains on Saturday. Nə deyir bizdən? Saturday. Şənbə günü dağa gəzinti təşkil edir məktəb deməli şəkil klubu. Only students who sign up before Thursday can join. Sadəcə Thursday hansı gündür? Cümə axşamı. Cümə axşamından əvvəl
yazılanlar qoşula biləcək. Yazılmaq. Bəli. Gəlin baxaq. Hər kəs qoşula bilər. Elə hər kəs səhvdir. Çünki biz mən sizə qeyd etmişdim öncəkilərdə də. Only varsa ona çox diqqət edin. Hər kəs qoşula bilmir. Bu da deyir ki, deməli 4-cü gün üçün planlaşdırılıbdı. Xeyr, 4-cü gün üçün planlaşdırılmayıbdı. 4-cü gündən əvvəl qeydiyyatdan keçənlər iştirak edə bilər. Bunu silək. Ona görə də B səhvdir. B səhvdir. C-də valideynlər deyir ki, səyahətə qatılmalıdır. Valideyn sözü yoxdur. X qoyum qabağına. Səyahətlə trip, gəzinti ləğv olunubdur. Xeyr. Registration must be completed till Thursday. Till, yəni 4-cü günə kimi, 4-cü gündən əvvəl eyni mənaya gəlir. Before Thursday. Yəni bundan qabaq, buna kimi bərabərdir till. 4-cü günə kimi. Bu da qeydiyyatdır. Deməli, düzgün cavab olacaq elə Y variantı. İndi gəlin baxaq mətnə. Mətn biraz bulanlıq düşübdür, amma yenə də tərcümə edək. Cinnamon is one of the oldest, most widely used species in the world. Cinnamon deməli olacaq nə? Olacaq darçın. Darçın ən qədim və geniş istifadə olan növlərdən biridir. It's made from the inner bark of the cinnamon trees and has a pleasant, slightly sweet smell. Slightly yüngüldür. Yüngül şirin qoxusu var. Ağacın deməli iç qabığından hazırlanır. Əsrlər boyunca insanlar bundan sadəcə ərzaq kimi yox, yəni yemək kimi yox, tibbi məqsədlər üçün istifadə ediblər. Not only, but also. Not only, but also. Nəinki, həmçinin. Bəli. Qədim zamanlarda sinnamon çox nadir. Deyə. Nadir və bahalı idi. It was traded among different countries and was considered more valuable than gold. Yəni qızıldan daha qiymətli idi. Qızıldan daha qiymətli idi və müxtəlif ölkələr arasında ticarət rolunu oynayırdı. İnsanlar inanırdı ki, darçın deməli bir dəqiqə digestion həzmdir. Həzmə, ağrını azaltmağa və bədəni xəstəliklərdən müdafiə etməyə kömək edir. Bəli. Today cinnamon is easily available and is used in many kinds of food such as cakes, tea, coffee and even some traditional dishes. Bugün də əl çatandır. Toast, çay, coffee bəzən nəvi yeməklərdə istifadə olunur. Scientists have also studied this species and it may help control blood sugar level if used in small and regular amounts. Alimlər də bu növü araşdırıb, tədqiqat aparıb və hətta əgər kiçik və qaydalı miqdarda istifadə olunsa, şəkər səviyyəsini, qanın şəkər təzyiqini, yəni nəzarət etməyə kömək edir. Baxmayaraq, həkimlər xəbərdarlıq edir ki, həddən çox darçın ağciyərə deməli zərər verə bilər və çox miqdarda istifadə olunmalıdır. Consume istifadə etməkdir. Tükətməkdir nəysə. Mətn nə haqqındaydı? Mətn əlbəttə ki, deməli useful species, faydalı bir
növ haqqında idi. Olacaq cavabımız B variantı. A-niyə görə səhvdir? Zərərli meşə bitkisi. Xeyr, o qədər faydası da var. C-də necə qan təzyiqimizi, qanda şəkər səviyyəsini daha doğrusu idarə edək? Yəni, o bizim mövzumuz deyil ümumiyyətlə. Təhlükəli qida, xeyr. Ənənəvi yeməklər, xeyr. Mətnə əsasən deyir ki, deməli, düzgünü seçin. Buna diqqət. Sinamon ağaclardan və ya yarpaqlardan düzəldir. Əslində bunu saxlayaq, amma sırf darçın ağacı deyildi. It was cheap. Ucuz idi. Xeyr. Bahalı idi. Burada mən qeyd etmişdim. Bahalı idi. Baxın. Müasir dövrlərdə də adlıqdır. Xeyr. Oldest deyil. Ən qədim. Gold ondan daha dəyərli idi keçmişdə. Xeyr, yəni qızıl, darçın qızıldan daha dəyərli idi. Bəli, xoş aroması var. Bəli, bunu biz hardan bilirik? Deməli, sweet, bir dəqiqə, sorry, sweet smell. Bəli. Nice və sweet oxşardır. Sinonimdir. Harda istifadə olunur? Only-dir. Sadəcə deyil sağlamlıqda. Xeyr. Həm də istifadə olunurdu. Deməli, sadəcə sağlamlıqda istifadə olunmurdu. Ticarətdə istifadə olunurdu. Həzm problemində, təzyiqdə, qidalarda istifadə olunurdu. Paltar yox idi. Deməli, xəstəlikləri müalicə etmək. Xəstəlikləri müalicə etmək. Müalicə etmək. Bir də yeməkləri bişirmək, yəni keks, ənənəvi yeməkləri də. Günü bugündə də darçın yeməklərdə istifadə edirik, çayda, kofedə. 2-4 xəstəlik də qanda şəkər səviyyəsi idi, orada həzm prosesi idi və bir çox müəyyən xəstəliklər idi. Yenə düzgün istəyir bizdən, deməli diqqətli olaq. Dəqiqə, correct variant istəyir. Aha. This piece deməli was hard to find and cost a lot of money. Bəli, tapmaq çətin idi. Bu düzdür öz növbəsində və bahalı idi. Regular use of cinnamon can support to control sugar level in the blood. Qaydalı istifadəsi deməli şəkər səviyyəsini, qanda olan şəkər səviyyəsinə nəzarət etməyə dəstək ola bilər. Bu da düzdür, amma çox istifadə etmək olmaz. Baxın, too much deyir burada. Too much. Çox istifadə etmək deyir ki, çox faydalıdır. Xeyr, hər şeyin çoxu ziyandır, həmçinin darçınında. Heç bir xəstəlikdə deyir təsiri yox idi. Axı var idi. Nə qədər xəstəliyə müalicə edirdi. Şəkərdir, sonra həzm sisteminə yaxşılaşdırır. Yəni, müalicəvi əhəmiyyəti çoxdur. Əlbəttə ki, bu da olmaz. Bizdən düzgün istəyir deyə cavab olacaq 1-2 A variantı. Mətnə görə səhvdir. Deyir ki, darçın əsrlər boyunca istifadə olunubdur. Bu düzdür. Bu düzdür. Deyir ki, gündəlik çox miqdarda istifadəni həkimlər təklif edir. Elə bir şey yoxdur, çoxu ziyandır. Çoxunu istifadə etmək müəyyən orqanlara ziyan verməyə səbəb ola bilər. Bu düzdür. Yəni, trudur. Bu falsı idi, elə. Bu da deyir, pisdir, dəhşətlidir. Terrible, bəd deməkdir. Yəni, qoxusu pisdir, xeyr. False-dur. Deməli, olacaq 2, 4. Bir də deyirəm, əsrlər boyunca istifadə olunub düzdür.
Həkim çox miqdarda istifadə məsləhət edir, səhvdir. Çoxunu istifadə etmək zərər vura bilər, düzdür. Qoxusu iyrəncdir, dəhşətlidir, pisdir. Yəni bu səhvdir, 2-4 səhvdir. Gəlin indi baxaq deməli qrammatika suallarına. Keçdik qrammatika suallarına. Bəli. Nə edir bizdən? Adjectives-i tapın. A-da health sağlamlıqdır. Noun. B ilə düzdür. Serious, ciddi, sərt, qəmgin, poor, kasıb, yazıq, impolite, nəzakətsiz. C-də queer, noun, müalicə deməkdir. D-də things, güc, isimdir, noundur. Bu da isə discovery, kəşf, noundur. Cavab olacaq B. İndi gəlin baxaq. Burada of all var. Of all hansı dərəcədir? Superlativ. Yəni üstünlük. Qrammatikası çox asandır. Üstünlüyə baxırıq, amma study istəyir. Yəni oxuyur. Burada artıq zərf olacaq. Zərfin qabağında z olmaz. Olacaq best. Zərfin gəlin adi dərəcədə yazaq. Deməli. Well, better, best. Oxumaq hərəkətə aiddir deyə necə tərzdə oxuyur? Bütün şagirdlərin ən yaxşı oxuyur. Olacaq üstünlükdə best. Z-si olmur. When var. When-lə bağlı mən sizə bir məqamı xatırlatmaq istəyirəm. Deməli. Gəlin keçdikdə qeydlərə. Burada yazın mən sizin üçün yenə. Deməli. Hər kəs görür də. Deməli, bizim var when adlı bir bağlayıcımız. When. Cümlənin ortasında o tərcüməsi anda, əndə. Deməli, özündən qabaq gəlir. Past continuous. Yəni, keçmiş davam edir. Özündən ortada özü, sonra gəlir past simple. Past simple. Bəli, indi gəlin baxaq. I was doing my homework. When she left home. O evi tərk edəndə mən ev tapşırığımı edirdim. Evi tərk etmək qısa müddətli hərəkətdir. Qısa müddətli. Yəni tərk etdi, çıxdı, getdi. Durub orada gözləmir ki. Amma mən ev tapşırığımı edirdim. Keçmişdə müəyyən vaxt davam edib. Yəni necədir? Deməli bunun tam izahı. Yəni qadan seçək. Bəli. When elə bil ki past simple sonra past continuous ya da when ortadadırsa da üstə gəl. Bu qədər sadə. Cümlənin ortasındadırsa da olacaq. Özündən sonra past simple, özündən əvvəl past continuous. Bir də baxın, yazdığım qeydə past simple, past continuous. Gördünüz? İndi davam edək deməli. Past simple, past continuous. Mən özündən sonra nə yaxtırmalıyam? Past simple. Səni tulluyuram. Səni tulluyuram. Çünki bu keçmiş, bu indiki olmaz. İndiki ilə indiki davam edici olmaz.
Keçmişlə indiki olmaz. Yəni mənə avtomatik keçmişlə nəsə lazımdır. İndikinlə də keçmiş olmaz, qalacaq bu. Amma mən sizə qaydanı izah elədim nəyə görə bu oldu. Uzlaşmaya görə özündən sonra qısa müddətli hərəkət gəlir. İşıq keçəndə mən məktub yazırdım deyir. İşıq keçdi. 1 saniyəlik bir işdir. Oldu past simple. Amma mən məktubu yazırdım, davam edirdim həmin anda. Keçmişdə müəyyən vaxt ərzində davam olurdu. Oldu past continuous. Now varsa present deməli, buna bunu dəyişim. Present continuous. O da əmizad ing. Şimdi də iz işlənir, she is cooking. Zən görürəm. Comparative. Özünə su isim var. Yoxdur isim. İsim yoxdursa article nə edirəm? Zən varsa mostu nə edirəm? O üstünlükdür. Is var. Link verb'dür. Yəni bağlayıcıdır. Üstəgəl sifət. Sifətlə işlənir. Yəni bunun haqqında qeyd paylaşım sizlər üçün. Deməli. Daha yaxşıdır. Misal üçün var link verblər. Yəni bağlayıcı feil. Hansılardır? Onlardan sonra sifət gəlir. Adjectives. Gəlin baxaq. Smell, taste, look, to be, yəni əmizad, was, were, shall, will be. Sonra become, bunlardan sonra nə gəlir? İkisini birlikdə yaza bilmirəm. Sifət. Mən də sifət deyirəmsə careful götürəcəm. Careful. Sifət. Artıq axnaya var əlavə eləyəndə carefully zərf. Mənə də sifət lazımdır. Çünki burada nə var? Digər. Niyə odaqlanır? Burada çünki iz var. Gəlin bir də arayalım. İndi davam edək. Və burada iz var deyə də mən nə olacaq? Careful. Amma məndə zən var eləmi? Zən də müqayisədir. Careful da çox ecaldır. Olacaq mı careful müqayisəsi? Ego var. Daha çox zamanlardan düşüb damsını göstəricisini qoyubdur. Past simple. Elə arrived olacaq. Qaydasız feilləri deyil tap. Tapaq da nə var ki burada? Qaydasız tap deyil. Gəlin çıxa tapaq. Əzbərdir bu. Answer regular. Elə belə düz cavabımız. Damsını yazacağım bura. Give, give, given, speak, spoke, spoken. Neyse bunları götürmək. Aha. Tell, told, told, make, made. Burada nədir? Qaydalıdır, tutuluyun. Qaydalıdır. Qaydalıdır. Look varsa indi nəsə olur? Deyir, yəni bax, diqqətini çəkir.
Bu dəqiqə. Bu nə keçmiş olanmaz. Cavidanla zaten don't yox. Ne işlənərdi? Does not. Üçüncü şəxsin təkid istənilən bir adam adı. Cavidanla deməli keçmişdə was olur, amma look indiki davam edici göstəricisidir. Keçmişdə də olmuyorsa deyə is drawing. Deməli look present continuous. Neyse, kısa yazdım. Costs a lot of money. Çox pul, yəni tutur bu ev. Bu ev nədir? Bahalıdır. Cheap, ucuzdur. Bu müasir. Əslində müasir ev də bahalıdır, amma çox pul tutur. Yəni bahalıdır. Bu boşdur. Boş evə niyə pul verirsiniz ki? Bu da padlaq, aydın. Yəni şu bu bright bir home deyə bir şey olmasa da house. Gəlin baxaq. Burada nə var? Because. Səbəb göstərir. Gəlin baxaq. Zamandan da yoğunlaşdıraq. Keçmişdən indiki olmaz. Keçmişdən indiki olmaz. Keçmişdən indiki olmaz. Burada da deməli. Gəlin indi baxaq. İndi nə yenə keçmiş olmaz. Düzgün cavab qalacaq deyə variantı. Biz o restoranda yemək yemədik. Çünki təmiz deyildi. Elə zaman uzlaşmasından çıxanda cavab qaldı de. Gəlin baxaq. Bunu izah eləmişdim 6-cı sinifin əlavəsində. Cəmdədir deyə adnotdur və inkarda nə işlənir? Eni. Samı çıxın. Deməli, nonu çıxın. Bir cümlədə iki inkar olmaz. Törəmə. Törəmə üstə gəl. İsim olmaz. Somebody, anybody, people olmaz. Çünki olsa somebody, anybody bir kimsə deməkdir. İstənilən biri deməkdir. Burada deyirik ki, istənilən biri məşhur insanlar yox idi. Yox, eni. Deməli. Opal deyir burada deyəsən. Deməli, verildən sonra adi dərəcə gəlir. Sifət sualıdır çünki. Adi dərəcə. Bir dənə bunu çıxını. Mən nə dedim? Əmizardan sonra nə gəlməlidir? Sifət. Bu nə beautiful-ində çıxında. Burada da əmizar var da. Burada nə işi var? Müqayisə var. Ondan orada da çıxın. Deyə çox gözəl, amma tapmaq çətindir. Bu isə 7-ci sinif qaydasıdır. 7-ci sinif qaydası deməli. 7-ci sinif qaydası. To və enough. Cavab olacaq 1-2. Deməli, izah edirəm. To var, bir də var enough. Həddən artıq. Çox. Enough da kifayət qədər. Yəni to artıq, lap çoxdur. Məsələn, 5 qələmə ehtiyacınız var, amma 10 dənədir də çoxdur. Enough da elə 5-ə ehtiyacınız var, elə 5-dur, uzaq başı 6-dır. Yəni kifayətdir. Nə azı, nə çoxdur. To üstə gəl, adi dərəcədə olan sifət. Sifət. Sifət üstə gəl. Enough. Enough. Bəli. Ne rengi dəyişdi? Hə. Enough. Və to infinitive qaydası var. Bu 7-ci sinif dərsində olan qaydadır. Misal üçün. It is to nə yazaq? Big to lift it. Lift qaldırmaq deməkdir. Elə lift yadınıza düşsün də. Məsələn, minilik yuxarı qalxdıq liftə. To'lu məsləhət infinitiv. Bu qaldırmaq üçün olduqca böyükdür. Gördünüz, to adi dərəcəli olan sifət. Oldu mu? İndi yazaq bunu enough-la. It is big enough. Çünki sifətdən sonra enough qoyuram. To lift.
Qaldırmaq üçün kifayət qədər böyükdür. Yəni mən bunu bacarıram. Amma burada artıq mənfi məna var. Yəni o qədər böyükdür ki, qaldıra bilmirəm. Bu da belə oldu. İndi biz keçdik. Deməli, davam edirik. Buradakı mənaya görə olacaq to. Adi dərəcədə sifət enough. Elə 3 ona görə səhvdir ki, enough sifətdən əvvəl gəlməz. 4 niyə səhvdir? Very üstəgəl sifət olur. Sifət üstəgəl very olmur. Sifət üstəgəl very. Bu qədər. İndi